Tak, növbəti sual, bacılarımın növbəti sualı. Qaymağı aldım, buzdonana atdım, çürüdü. Nə edim? Birincisi bacı, qaymaqları buzdonana qoymaq olmaz. Çünki buzdonanda qaymaq elə bil ki ölür. Özündən gedir. Rəhmət yox. Başa düşdünüz? Buna görə də onu yalnız aşağı gözdə saxlamaq olar. Əgər qaymaq dondusa, buza döndüsə, bildiyiniz yəni daşa döndüsə, onda bacı o getdi. O getdi, amma burada belə bir sir deyəcəm. Bax, bunu qardaş demir, mən sənə deyəcəm. Biz bilirik ki, qaymaq mikserdə çalınanda 3 qat çoxalır da, yəni ob'yomunda. Sulu vəziyyətdə nə olur? Şor vəziyyəti. İvanovka şoruna oxşayır, biraz şirin şor olur. Bax, birincisi onu dezdən uşaqlara yemək yeyəndə istifadə edə bilərsən, yəni o xarab olmur. İkincisi də ki, xəmir çalanda məsəl üçün 10 yumurtalı xəmirə 1 qaşıq dolu çürümüş qaymaqdan vuranda sənin biskvitin xəmirin daha doğrusu mikserdə çalanda daha da çox şişir. Çünki qaymaq 3 qat şişməyə malikdir axı və onun şişməsinə daha da çox xəmir olmasına səbəb olur. Heç kimə demə ha bunu. Bərkən görmə aparmayacağam ki. Belə. Bu işdən pul qazanmaq istəsən də səhifəmdə bu bölməyə bu işdən necə, nətər pul qazana bilərsənsə və mən bu işdə sənə necə kömək edə bilərəmsə, onun hamısını orada göstərmişəm. Sadəcə bax, məsələn